Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Siz aziz ustadlara, değerli qonaqlara salam arz edirəm. Allah'tan çoxlu, bollu şakirəm ki, mənə bu niməti, fürsəti, fərasəti yaradıb ki, sizin kimin əziz, möhtərəm, möhtəşəm ustadların məhzərində olub, kutlu, müqəddəs, vəhdət bağışlayan, birlik gətirən kitabımızdan, ayələrdən, əlamətlərdən birlikdə oxuyaq. Həd surəsindən 5 ayə mənim öhdəmə qoyulubdur ki, mən onu çalışacağım. Siz əzizlərin məhzərinə oxuyub, diqqətlə öz dilimizə, türkcədə tərcümə edib, o nüktələri ki, zehnimə çatır, onları sizinlə ortalığa qoyub paylaşam. Ona görə lazımdır ki, ayələri bir dəfə də mən oxuyam, sizə təqdim eləyəm. Sonralıqda gələk ayələrin tərcümələrinə. Əuzu billah minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhən-nasu ittaqu rabbakum inne zelzeletə's-saati şey'un azim. Yevme teravneha tezhelu kullu murdi'atin amma arda'at. وتضع كل ذات حمل حملها وترى الناس سكارى وما هم بسكارى ولكن عذاب الله شديد ومن الناس من يجادل في الله بغير علم ويتبع كل شيطان مريض كتب عليه أنه من تولاه فأنه يضله ويهديه إلى عذاب السعير. يا أيها الناس إن كنتم في ريب من البعث فإنا خلقناكم من تراب ثم من نطفة ثم من علقة ثم من مضغة مخلقة وغير مخلقة لنبين لكم ونقر في الأرحام ما نشاء إلى أجل مسمى ثم نخرجكم طفلا ثم لتبلغوا أشدكم ومنكم من يتوفى ومنكم من يرد إلى أرذل العمر لكي لا يعلم من بعد علم شيئا وترى الأرض هامدة فإذا أنزلنا عليها الماء اهتزت وربت وأنبتت من كل زوج بهيج. صدق الله العلي العظيم. Ya eyyuhən-nasu ittaqu. Ey insanlar, ey adamlar. İttaqu rabbakum. Rəbbinizdən çəkinin, utanın. İttaqu vəqəyədəndir. Vəqəyə, yəni insan özünü saxlaşdırmaq. Bəzi bizim dilmancılarımız bunu qorxmaq tərcümə eləyirlər, amma nəzərə gəlir ki, düz olmayacaqdır. Çünki qorxmağa Quranda ayrı kələmələr var, xəşyə var, xof var. Yeri var Quranda gəlir, Allah deyir, "İxşuni, məndən qorxun", bir mənəvi xəşyə. Bu belə nəzərə gəlir ki, bu bir növ necə xanımlar görərsiniz bir yerdə bir çərşavı bu cür çəkərlər, bizlərə bir şeylərdən çəkinənlər, özümüz çəkinərik, bəzi şey istəyirik əlimizə ataq, atmarıq. Bu mənası elə həman nədir? Təqva mənasındədir. Yəni özümüzü saxlaşdırmaq. O Məsnəvdə də bir nağıl vardı ki, bir
bir tavus quş var idi ki, qanadlarını yolurdu. Bir dənə həkim gedir onun yanına. Deyir ki, axı sən qanadları niyə yolursan? Deyir ki, mənim təqvam yoxdur. Təqvam olsaydı mən qanadlarımı yolmazdım. پر خود را میکند طاووسی به دشت، یک حکیمی رفته بود آنجا به گشت. گفت طاووسا چنین پر سنی، چون تو را دل میدهد تا برکنی. گفت چون ندارم زور ضبط خویشتن، زین قضا و زین بلا و زین فتن. میکنم پرهای خود را یک به یک، تا نیندازد به دامم هر کلک. نزد من جان بهتر از بال و پر است، زان که جان باقی و تن ابتر است. Bu qanadların gözəlliyi məni hər zaman tora salır, təliyə salır. Ona görə mən istəyirəm elə hər şeyi kökündən bir dəfə balta ilə vuram, bu gözəlliyi əlimdən alam ki, ovçu məni neynəsin, tutmasın. Bu gözəllik gəlir mənim təqvamı, zur zəbt xiyişdən. Zəbt Mevlana təqvanı orada tərcümə eləyir. Yox, deyir, bu mənim yoxumdur. Müntəha üçün o həkim idi və qərardır ki, möhkəm qaydalar versin. Orada ona deyir ki, پر خود را برمکن، دل برکن از او، زان که şərt cihad آمد عدو. Siz bu gözəl qanadları yolsaz, da biz sizə tavus deyən mənim. Siz bunları yolmayasınız, saxlayasınız, gözəlliğiniz də qalacaqdır, amma ürəyinizi ondan götürəcəksiniz. Hər که داد او حسن خود را در مزاد، صد قضای بد سوی او رو نهاد. دانه باشی مرغکانت برکنند، غنچه باشی کودکانت برچنند. دانه پنهان کن به کلی دام شو، غنچه پنهان کن گیاه بام شو. O gözəlliğini sən haraca qoymayasan, müzahidiyə qoymayacaqsan. Ürəyini çəksən, məqam o təqvaya neynirsən sən? Yetişirsən. Ettəqu Rabbəkum. Rəbbinizdən çəkinin, utanın. İnnə zəlzələtəs saəti şeyun azim. Qiyamətin sarsıntısı, zəlzələ yəni deprim, tərpəniş, sarsıntı, o böyük təkanlar demək olar. O qiyamətin sarsıntısı çox dəhşətlidir, çox dəhşətlidir. Burada şəy kəlməsini gətiribdir. Nəzərə belə gəlir ki, şəy ayrı yerdə də vardı ki, hətta Allah özünü Qur'anda deyir, ləysə kəmislihi şəy, şəy kəlməsini gətirir. Şəy vücuddan qaynaqlanır. Yəni ədəmə və məduma dilalət eləmir burada. Xub, indi istəyir o qiyaməti neynəsin? Birazca tərsim eləsin da, nə ittifaq düşür o qiyamətdə, ya qiyamət düşübdür əslən. Peyğəmbərin özünün gəlməsi əslən qiyamət olubdur. Məhşər ittifaq düşübdür və onu deyir, nə ola bilər? Yevmə tərəvnəhə təzhəlu kullu murdiətin əmmərdiət. Onu gördüyün gün hər bir əmzihli qadın, xanım, süt verən xanım, əmizdirdiyi uşağı unudar. Təzhəlu zəhl mənasında. Zəhl yəni bayılmaq, yəni huşdan getmək, yaddan çıxartmaq. Hər süt verən qadın o şeyə ki, süt verəcəkdir, onu yaddan çıxardır. Yəni o əziztərin şey ki, ürək bağlayır, onu neyniyir? O gün yaddan çıxardır. Təzəu kullu zat hamlin hamləha. Hər bir boylu ya hamiləli qadın uşağını salar. Zat-ı hamlin hamləha. Yəni boylu qadın o uşağını neynir? Salacaqdır o hadisənin vəhşətindən. Və tərən nasə sukara və mahum be sukara. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görərsən. Eyni halda ki, adamları görürsən çox keyflidirlər, amma bunlar heç keyfli deyirlər. Fikirsən bəlkə keyflidirlər, amma keyfli deyirlər. Bunların təbii vəziyyətdə bu cür durumlar bu cürdür ki, bunlar özlərini saxlayanmırlar. Telo gedirlər və neynirlər? Yıxılırlar. Və lakinnə əzabəllahi şədid. Ancaq Allahın əzabı çox şiddətlidir.
Və minən nasi mən yucadil fillahi bi qeyri ilmin. Bu mini təbiziyədir da. Bizim ərəbdə odur ki, Muğni gətirir. 16 cürə men varımızdır. 16 mənanı ayırır. Məsələn, meni ibtidai qayət var, meni təbiz var, meni təqlil var, meni bədəl var, meni mücavizət var, zərfiyyət var, ində yerində, rubbəma yerində işlənən və fərqli. Təqribən men 16 mənanı Qur'anda daşıyır. Ki, bir dənə mənisi burada təbizdir. Təbiz yəni bəzi yerinə qoysan, bəzi kələməni qoysan men yerinə, o elə daşıyır. Minən nas yəni bəzi onnas, bəzi insanlar. Mən yucadil fillah. Mən fərqlidir, mən esmidir, men hərfidir. Mən də bizim demək olar neçə cürə varımızdır. Mevsulədən, istifamiyədən, şərtiyyədən, bundan sonra mevsulədən, nəkərəyə tammədən, hətta məni zaidə, 6 cürə bizim demək olar mən varımızdır. Ki, burada mevsulə mənisindədir, ki mənisində, əlləzi mənisində. Xub, bəzi insanlar elmsiz, bilimsiz Allahla cədələ keçirlər. Və yəttəbi'u kullə şeytanin mərid. Mərid fəil mənisinin vəznindədir, mərədəndəndir, təmərrüd doğru kələmədəndir. Yəni, boyun qaçırdan, azdıran, çaşdıran, üsyankar. Bunlar hər azdıran şeytanın dalısıca neynirlər? Qaçırlar. İnsanlardan eləsi var ki, heç bir şey bilmədiyi halda Allah barəsində mübahisə edirlər. Cədəl mübahisə edirlər. Hər bir üsyankar şeytana tabi olurlar. Bəziləri üçün. Məcmuul Bəyana mən baxırdım, yazmışdı ki, bu adam Nəzr ibn Haris idi. Bir nəfəridir ərəblərin içində. Çox mətrəh olanıdır da. O gəlirdi, hey Peyğəmbərin yanına 3 dənə şey deyirdi. Deyirdi ki, mələklər Allahın qızlarıdırlar. Sonra deyirdi ki, bu Qur'an tamamilə əfsanə və usturədir. Üçüncü sözdə deyirdi ki, qiyamət yoxdur. Sən hey qiyamətdən danışsan, bu yoxdur. Hey gəlirdi və məhfil qururdu, bu sözləri deyirdi. Nəzr ibn Haris. Kutibə aleyhi ənəhu mən təvəllahu fəənnəhu yudilluhu və yəhdihi. Kutibə aleyhi yəni təqdir belədir, belə yazılıbdır, belə gəlibdir. Bir yol şeytana belə müqəddər olub. Yəni bir dənə görəv və vəzifə ki, şeytana təyin olunubdur. O budur ki, şeytana deyiblər ki, hər kim səndən yoldaşlıq elədi, sən onu azdıracaqsan. Səndə vəfa kələməsi olmamalıdır. Sənə yaxınlaşanın sən belini sındırmalısan. Eşq vafi mixərət, در حریف بی وفا می ننگرد. Səndə bu sifət olmamalıdır. Ənəhu mən təvəllahu, kimsə ondan dostluq eləsə, o onu neynəməlidir? Azdırmalıdır və yəhdihi elə əzab-ı səir və cəhənnəm əzabına onu yönətməlidir, hidayət eləməlidir. Pəs şeytan barəsində hökm verilmişdir ki, kim onunla yoldaşlıq edərsə, həqiqətən şeytan onu azdırar və cəhənnəm əzabına sürüyər, ya yönəldər, ya hidayət edər. Ya eyyuhən nasu, in kuntum fi reybin minəl bəs. Ey insanlar, əgər yenidən dirilməkdən şübhə edirsinizsə, bəs, yəni yenidən dirilməkdən, qiyamətdən şübhəyiz olursa da, burada bir şey gəlməyib da, bilin ki, belə şeylər olub, biz sizin barənizdə çox işlənmişik. Topraqdan gətirmişik, nütfədən filandan bu işləri görmüşük, mərahili o yaradıcılığı sizin barənizdə eləmişik, biz onu tərsəsinə də eləyə bilərik. Bizdə bu güc var, bu iqtidar var ki, bu işi görək. فَإِنَّا خَلَقْنَاكُمْ مِنْ تُرَابٍ. Həqiqətən biz sizi
Topraktan yarattık. Thumma min nutfetin, sonra nütfədən. Thumma min əlaqətin, sonra laxtalanmış qandan. Ələqə bağlanmış, təalluqdur da, əlaqə bağlanmış qandan, laxtalanmış qandan. Thumma min muzğatin, muzğatin ərəbdə yəni məzəğə, yəni çeynədi. Heyvanın barəsində gəviş şərtdir məsələn, məzəğə. Çeynənmiş ətə muzğa deyər. Muxalləqətin, yəni o şəkli tapmaq, təsvir tapmaq, formalaşmış. Qeyrə muxalləqətin də onun tərsəsidir, yəni surət tapmayıbdır, sima tapmayıb, şəkil tapmayıbdır. Xoş. Laxtalanmış qandan sonra thumma min muzğatin muxallaqatin və qeyri muxallaqatin, sonra tam formalaşmış və ya formalaşmamış bir ət parçasından yaratdıq. Sizi belə yaratdıq. Li nubayyinə ləkum, və nuqirru. Bəzi oxuyanlar bunu nuqirrə də oxuyublar. Yəni vavı ətfi tutublar lay-ı nasibəyə, linubəyyinə və nuqirrə. Bu cür də oxunubdur. Muzari mənsub oxuyublar. Bəzilər də ki, vavı istinaf tutublar, nuqirru oxuyublar. İkisi də düz ola bilər. Linubəyyinə ləkum və nuqirru fil ərham. Gördüyünüz ki, biz sizə bunu istədik, göstərək, görsədək, açıqlayaq. İstədiyimizi, manəşa, dilədiyimizi, istədiyimizi müəyyən bir vaxta qədər ana bətnində saxlaşdırarıq. Yəni bu həman nütfə, ələqə, muzğanı bir vaxta kimin ananın qarnında biz saxlayacağıq. Bu bizim ixtiyarımızda, bizim iqtidarımızda. Thumma nuxricukum tifla. Yəni bu tifl kələməsi məstər mənisindədir. Eyni ədl kimin, bəmənə ədalət, burada yəni uşaqlıq, uşaq mənisindədir. Biz sizə eyni uşaqlıq halında oradan eşiyə ötürəcəyik. Sonra sizi uşaq olaraq ana bətnindən çıxardarıq. Thumma litəbluğu əşuddəkum. Əşuddə cəm-i şuddədir. Məsələn, vuddu da əvuddə olur cəm-i. Folsu da məsələn, əflus olur cəmi. Bir mükəssər cəmlərin bir qaliblərindəndir. Ta siz böyüyəsiz da, tabi həddi kəmala neyniyəsiz, çatasız. Sonra yetkinlik çağına çatmanız üçün sizi biz böyüdərik. Tabi həddi kəmala kimi neynirik, sizi böyüdürük. 70, 80, 90 yaşa kimi məsələn. 100, bəlkə çox. İndi xonza tüyləri Pakistanda o dağların ətəklərində yaxçı suları keçirlər. 120-130 yaşa kimi ömr edirlər. Biri orada 100 yaşında öləndə təəccüb edirlər. Deyirlər, bu cavan mərc öldü. Bu niyə tez öldü? Və mən yutəvəffə və minkum. Xob, bu mən nəkəri mevsufədir, mevsulədir. Sizdən kimi isə vəfat edər. Bir teydadın canını alacaq, tamam-ı kəmal vəfat edəcək. Və minkum mən yurəddu ilə ərzəlil umur. Kimsə də ömrünün ən ixtiyarlı çağına çatacaqdır. Yəni bir yerə yetişəcəkdir ki, daha çox qocalacaqdır. Ərzəlil ömür, yəni ömrün o bir sahəsinə yetişir ki, da orada
Sinni keçib ondan. Lekəylə bir həddə yetişir ki, bildiklərini də tabi unudur. Çox şeylər vaxt o öyrənir. Amma da o sinnə yetişəndə onların heç biri onun yadında deyil. Unutqanlığa düşürdü. Alzheimer gəlib bunun dalısıca. Lekəy la ya'ləmə min bə'də ilmin şey'a. Elm ələ gətiribdir. Amma da o sinnə yetişəndə bunların hamısını neyniyir? Yaddan çıxardır. Və tərəl ərdə hamidətən. Sən yer üzünü qupquru görürsən. Hamidə yəni qupquru. Bir şey yoxdur. Burada görürsən. Baxırsan, belə bir şey olur. O qiyaməti bir də çöndü, insana bənzətdikdən sonra, o xilqət mərahilindən sonra gəldi, Qur'an yerə bənzədir. Yerdə görsən heç zət yoxdur, qupqurudur. Amma biz ona su göndərir, o həyat tapır, bir şeyi gövərdir. Necə yerə həyat bağışladıq, yenidən bəs yaratdıq, insan, biz sənə də bu işi görə bilərik, səndə də bu bəsi yaralda bilərik. فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ مَا اَحْتَزَّتْ Ancaq biz ora yağmur, yağdırdığımız zaman o yer hərəkətə gəlib, qabarar və hər növ gözəl bitkilər gövərər, ya gövərdər. Rəbət, yəni zadət və irtəfət. Çoxalar, orada irtifa görsənər. Yeri məsələn bir uzaqdan ki baxırsan, görsən orada göy gövərənti görsənir. Orada deyərik ki, əl-ərdu rəbət. Yəni orada o göy gövərənti özünü görsədir. Rəbvə kələməsi də bundandır. Ərəbdə təppə mənisindədir. Mevlana Məsnəvidə bir yerdə var gətirir. Qəm ki آمد در کنارش کشف عشق از سر ربوه نظر کن در دمشق. Rəbvə təppə mənisində rəbətdən alınıbdır. Xoş, biz çalışdıq ki, burada ayələri sizə öz ana dilimizdə Türkçəyə diqqətlə çevirək, tərcümə edək. İndi gəlirik bu 5 ayənin şərhinə də baxaq. Mən xahiş eləyəcəm ki, mən 2-3 dəqiqə vaxtım qalanda mən o təzəkkürü siz verəsiniz. Xoş, əzizlər, bir də nüktə mən Qur'anın barəsində məhsərizə ərz eləyim. Biz bu Qur'anda 2 cürə ayələrimiz ola bilər. Bir, esenşal ayələrdirlər, bir, aksidental ayələrdir. Esenşal ayələr, yəni zati Qur'andılar, əslidirlər. Bunlar olmasaydılar, bu Qur'an olmayacaqdı. Bunlar hətmən gərək olalar. Olmaz idi ki, olmasınlar. Hansı ayələrdirlər? Ayələr ki, dəvət bir 3 dənə eləyir. 3 mövzuya bizi dəvət edir. Birinci o ayələrdirlər ki, Allahın təhlilinə və olmasına dəvət edir. Yəni, tövhid mövzusudur. İkincisi, Peyğəmbərin onun elçi olmasına, onun vasitəsindən gəlməsinədir. Üçüncüsü, qeyb aləmindən və demək olar ki, məaddan bəhsəşmaqdır ki, hər şey bura deyil, ayrı yerlər də vardır. Ondan sonraki ayələr, siz nə mənə Qur'anda görə bilsəz, onlar aksidentaldılar, yəni təsadüfüdürlər, yəni ərəzidirlər. Yəni bir hadisə-i tarixi gəlib ki, bu işlər ittifaq düşübdür. Nəuzubillah, bir misal səsləxdirsək, məsələn, Peyğəmbər Avropada, ya Amerikada, ya Sibiridə zuhur eləsəydi, aksidental ayələrimiz elə həmanlarıdırlar. Məzərət, esenşal ayələr həmanlarıdırlar, yəni zatı ayələr. Onlar gəlməlidirlər, onlar məğzidirlər Qur'an üçün. Amma aksidentallar, bərhəsəb oranın coğrafiyası, tarixi və baftı neyniyə bilərdi? Onlar dəyişə bilərdi. Bir də məsələn Sibiridə olsaydı, misalən, o nə mənə idi? Orada deməyəcəkdi, mən sizi oda basaram cəhənnəmdə. Bəlkə orada deyərdi ki, oğac saxlayacağım ki, buzun içində siz friz olacaqsınız. Çünki bir dənə eskimiya odun içinə salmaq eyni beheştidir, onun canı qızacaqdır və o ittifaq orada düşəcəkdir.
Pəs demək olar ki, biz və bu cürəti İslam aləmində İmam Muhammed Qəzzali gəldi bu işi gördü. Yəni əgər Qəzzalidən əlavə bir nəfər bu işi görsəydi, bəlkə onun başına minlər oyun açacaqdılar. Çün bu İmam Muhammed Qəzzali idi. Yəni o qədər böyük insan idi ki, dedilər ki, əgər Muhammed peyğəmbər olmasaydı, İmam Muhammed Qəzzali peyğəmbər olacaqdı. O bir dənə kitab yazdı, Cəvahirul Qur'an adında. Gəldi bu ayələr çıxartdı eşiyə, təqribən 1000 dənə ayədir. Yəni siz baxsaz Cəvahirul Qur'anı vursaz, gələr və download edib baxarsınız. Qəzzali gəldi dedi ki, tamamı Qur'an ibarətdir bu 1000 dənə ayə və Cəvahirul Qur'an. Qur'anın cövhərəsi bunlardılar və bundan inədi, çıxartdı eşiyə. Xoş, bu bir dənə nüqtə idi ki, mən artırmalıydım. Yəni demək olar ki, İslam ki, bu Qur'anla qaynaqlanır, bu bizi bir dənə kutsal təslisə dəvət edir, 3 dənə. Tohiddir, nübüvvətdir və məaddır. Bunlar, bu ayələr ki, bu 3 dənə mövzunun, oğlumun dövrəsində yığışırlar, zatidirlər, bəğiyyə ki, gedir ayrı məsaillərə, sünnətlərə, gənclərə, əhkamlara, bunlara pərdaxt eləyir. Bunlar nə mənədirlər? Əksidentaldılar və ərəzidirlər, gəlirlər ki, bərhəsəbi coğrafiya və adamların zərfiyyətləri bunlar nə eləyə bilərlər? Hər əsrdə eləyərlər, yeni paltarlar özünə geysin və özünü göstərsin. Xoş, gəlirik burada həc. Həc məquləsi də eyni o əksidentallardandırlar ki, gözü mənasikdirlər, gözü در واقع مناسک Qur'anıdırlar ki, gətiribdir. Həc surəsi 78 ayədir, 1282 kəlmədir, 5315 dənə də hərfidir gəlibdir. Mədəni surələrdəndir. Bu surədə bir para fekhi əhkamlar gəlib, məsələn, həccin vacib olması gəlibdir, qurbanlığın hökmləri gəlibdir, heyvanların ətinin həlal olmasına burada gəlibdir. Demək olar ki, bəziləri əlbəttə o bəzi ayələrdə mədəni ilə məhcidə ixtilafları. Qavramlar ki, bu surədə gəliblər, ağır qavramlar daşıyır Qur'anda. Tohiddir, qiyamətdir, təqvadır, həccidir, cihaddır, namazdır, zəkatdır, məruf əmr eləməkdir, münkərdən nəhy eləməkdir, şeytan məsələsidir, bu şeytan nə iş görə biləcək bu aləmdə. 26-cı ayədə burada Həzrəti İbrahimin Kəbədə pərdədarlığı və onun səhmi və nə işlər görməsidir. 19-dan ta 24-cü ayəyə ki, iki düşmən Tanrı barəsində savaş aparırlar, o konuda danışır. 42-dən 48-ə keçmiş yalavacılardan, peyğəmbərlərdən ki, onları yalan sayıblar, sanıblar, onlara əzab verməkdən danışır. 15-ci ayə ən şöhrətli ayələrdən ki, mən kana yazunnu ən lən yansurəhullah fid-dünya vəl-axirə, bir insanlar ki, belə zənn edələr ki, biz onları əslən yardım eləməyəcəyik, qət ümid eləsələr, indidən geçsinlər, ip assınlar, evlərdə özlərini assınlar. Belə bir ayə. Biz adamlarımızı başını ötürməmiş, onlara yardım edəcəyik. 27-ci ayədə əzzin fin-nas bil-həc, ümumi elan verir ki, gedin həccə, gedin həc mərasiminə qatışılın, arıq dəvələrə minin və gedin bu hərəkəti. 32-ci ayələrdə Allahın şəairlərini böyük tutmaq üçün 38-ci ayədə Allah möminlərdən difa eləməsini şəsdlə, sərahətlə burada meydana çəkir. İnnəlləhə yudafi anillezine amenu. Onlar ki, iman gətirdilər, biz onlardan difa eləyəcək, başını ötürməyəcək onları. Və ən önəmlisi cihad ayəsi ki, bir belə hüquq bəşərdə də onun üstündə tartışma gedir onun üstündə və bütün səlibi masoni dünyası gəlir İslam aləmində onu kitabların içindən silir və çalışır götürsün. Nə mənədir? O cihad ayəsi burada gəlir ki, o zənəlləzinə yuqatilunə bənnəhum zulemu. Əgər siz zülmə məruz qalsaz cihad eləyin.
zülmə məruz qalsaz. Axı ola bilməz ki, sən zülmün altında yaşayasan və adı da müsəlman qoyasan. Hər yerdə sən zülmə məruz qaldın. Zülmün də bütün arızələri vardır. Təbiz bir dənəsidir. Hakimiyyət gələ, fərqləri qail ola. Birini yaxçı bilə, birini pis bilə, birinin dilinə icazə verə oxuna, birinin dilinə icazə verməyə oxuna. Bu zülmüdür. Orada Qur'an sərahətlə deyir ki, siz cihada girə bilərsiniz. Çünki zülmə məruz qalıbsınız. Ən təbii sizin haqqınız sizin nə mənədir? Əlinizdən alınıbdır. Xoş, bu gəldik indi bu 5 ayədə də bir 2-3 dəqiqə danışaq. O ibarətdir bundan ki, bu həc məsələsi elə bir ağır qavrama çönüb ki, bizim irfani ədəbiyyatda və demək olar ki, ağır yer alıbdır. Müsəlmanların içində, fəqihlərin içində bunlar nə mənədir? Ağır yer alıbdır. Bəziləri bunu qəşəng gəlib təvil ediblər. Məsələn, Bayezid, Bəstami, Turkmani məsnəvdə var ki, bu gedərdi. Çünki sərahətlə deyirəm Turkmani, bir xatirə budur ki, özü deyir ki, mən Turkmaniyəm, Bayezid, Bəstami. Orada nə mənədir? Gəlir, deyir ki, çünki bunun adəti idi ki, hər zaman həccə gedərmiş. Orada bir kətdə abadədə qocalar tapardı, gedərdi onun yanına ki, ondan bir şey öyrənsin. Bayezid əndər səfər cüsti bəsi ta biabad xizri vaqti xud kəsi. Gofت gedir tapır bir nəfəri. Deyir, Bayezid hara geysən? Deyir, geyrəm ki, Məkkiyə, həccə ziyarətə. Deyir ki, nə qədər pulum var? Deyir, bir belə. Deyir, onlar ver mənə 7 döyür, mənim döyrəmə dolancla sənin həccin tamamdır. Buna görə ki, Allah oranı düzəldəndən bir dəfə ora girməyibdir, amma mənim ürəyimdən heç zaman eşiyə çıxmayıbdır bu. Qof tufi kon begirdəm 7 bar, vin nikutər az təvaf həc şumar. Bunu ondan çox üstün tutacaqsan. 7 döyür dolanıb təkmilləşər. Van derəmha piş mənni ey cəvad, dan ki həc kərdiyi hasil şud murad. Sən hasilin ələ gəldi. Çün mərə didi, xuda ra didi. Girdi Kəəbə-i sidq bər gərdidi. Xub, məni görübsən, onu görübsən. Və bu nə mənədir? İttifaq düşübdür. Ya o birisi ədəbiyyatda ariflərin biri Xorasandan durur ki, gedə həccə. O birisi arif deyir, hara gedirsən? Deyirəm, Hecaza. Nə mənədir? Orada Hecazın Allahını görəm. Deyir ki, məyər Xorasanın Allahı itibdir, sən durub şeysən ki, Hecazda onu tapasan. Məyər sən eşitməyibsən ki, Rəsul deyibdir ki, fəqət elmi tələb eləyin. Allahı tələb eləməyə sizin haqqınız yoxdur. Ona görə mən çox baxırdım, gördüm ki, Qur'anın heç bir yerində Allah əmr eləmir ki, gəlin mənə tapın. Gəlin mənə axtarın. Niyə axtarasan? Orada deyir ki, mən sizə boynunuzun o şah damarından sizə yaxınam. Siz istəyəsiniz mənə tapasınız, gəlin özünüzü tapın. Siz özünüzdə o özlüyünüzü kəşf eləsəz, məni kəşf eləyəcəksiniz. Hər nə qədər özünüzdən uzaq gəzirsiniz, özünüzdən fasilə açırsınız, məndən də fasilə açacaqsınız. Çünki həqqəst əqrəbəz həblül vərid, to fəkəndə tir fikrət ra bəyid. Sən neynisən? Uzağa gedirsən. O əsasda nə mənədir? Qur'anın dəvəti budur ki, siz əleykum ənfusəkum Maidə surəsində. Sizə düşən odur ki, fəqət özünüzü, gedin özünüzü kəşf edin. Öz içərinizdə olan dünyanı kəşf eləsəz, o kəşfiyyatın qədəricə, sahəsicə siz Allah'ınızı kəşf edib və tapacaqsınız. Xoş, qiyamət məquləsi də burada gəlibdir. Mevlana'nın baxışığında budur ki, qiyamət əslən ittifaq düşübdür. Siz ayrı yerə getməyəcəksiniz. Çünki Peyğəmbərin öz gəlməsi bir dənə qiyamət idi. Hər ki qüyyət ku qiyamət ey sənəm, gəldilər soruşurlar səndən ki, qiyamət hanı, xiş benma ki, qiyamət nək mənəm. Onlara özləri görsə, mənim qiyamım özü ilə qiyamət ittifaq düşüb. Görürsünüz ki, tamam sistemi bərdidarın orada vurmuşam bir-birinə, nizamat ictimai vurmuşam bir-birinə, bir qərə orada bərdəliq eləmir. Əmmar kimin, Süməyyə kimin, Yasir kimin,
hamısı nizamat dəhbibinə gəliblər, hamısı mənim dövrəmə yığışıblar. Pəs qiyamət ittifaq düşübdür. Mən inqilabi yaratmışam, böyük bir üsyanı yaratmışam. Ona görə Beysət bir dənə böyük inqilab və devrim idi ki, Peyğəmbər yer aldır. Zu qiyamət ra həmin pursidən, az qiyamət ta qiyamət ra çənd. Sənin bu qiyamətindən, yəni qalxmağından o qiyamətə yol nə qəddir? Ba zəban hal mi gofti bəsi, keyz məhşər həşr ra purset kəsi. Aslında məhşərdən bir nəfər soruşa bilər məgər həşr nə zaman olacaq? Pəs qiyamət şo, qiyamət ra bebin. دیدن هر چیز را شرط است این görməğə bir dünya görəvi ələ gətirməğə Mevlana deyir ki qiyamət eləyəcəksən, qalxacaqsan. Axı həc be mənay həccə yəni qəsədə və əmədə, yəni iradə eləmək. Həccə yəni ki durasan ayağa bir dənə iradə eləyəsən, o iradə ilə nə mənədə bir para şeyləri sən ələ gətirirsən. O həccin mənası o əmdidən və qəsdidən nə mənədir alınır. Xob, gəlirik şeytan məquləsinə də burada Mevlana şair. Mən əzizlərdən xahiş edəcəm ki, bizim YouTube'da mən 4 il bundan qabaq şeytanla bağlı ilahiyyat danışıqlarına 1 saat danışmışam. Əgər istəsələr ki, o irfanı baxımından görələr ki, şeytanın bu aləmdə fonksiyonu nə mənədir, onu oradan endirə bilərlər və görə bilərlər. Ki o məruf və tanınmış bir nağıl vardı, Maviyənin şeytan nağılı. در خبر آمد که آن ماویه خفته بود در قصر در یک زاویه که زیارت‌های مردم خسته بود. قصر را از اندرون در بسته بود. ناگهان مردی را بیدار کرد، چشم چون بگشاد پنهان گشت مرد، کرد برگشت و طلب کرد آن زمان تا بیابد زان نهان گشته نشان. از پس در مدبری را دید کو در در و پرده نهان می‌کرد رو. گفت هی کیستی؟ نام تو چیست؟ گفت نامم فاش ابلیس شقیست. گفت بیدارم چرا کردی به جد؟ راست گو با من مگو برعکس و ضد. گفت هنگام نماز آخر رسید سوی مسجد زود می باید دوید عجل الطاعات قبل الفوت. گفت مصطفی چون در معنی می بسفت. گفت نی این غرض نبود تو را که به خیری رهنما باشی مرا. دزد آید از نهان در منزلم گویدم که پاسبانی می کنم. من کجا باور کنم آن دزد را؟ دزد کی داند ثواب و مزد را؟ Orada Mavi o şeytana deyir ki, sən oğrusan, gəlibsən, mən oyadıbsan. Deyir, yox, mən gəldim, oyadam ki, sən axşamçanın namazı yadından çıxacaqdır, gedəsən o namazı qılasan. Deyir, baba, sən oğrusan, mən bilirəm, sən ola bilməz bu işi görəsən. Sonra şeytan danışır orada. Deyir, گفت ما اول فرشته‌ای بودیم. راه طاعت را به جان پیمودیم. عاشقان راه را محرم بودیم. سالکان راه را همدم بودیم. پیشه اول کجا از دل رود؟ مهر اول کی ز دل زائل شود؟ در سفر گر روم بینی یا ختن از دل دو کی رود حب الوطن. ما هم از مستان این می بوده ایم، عاشقان درگه وی بوده ایم. آب نیکو خورده ایم از جوی بار، روز نیکو دیده ایم از روزگار. گر قضا افکند ما را بر فراق، این فراق از عشق باشد نی نفاق. ترک سجده از حسد گیرم که بود، آن حسد از عشق خیزد نه از جهود. خب mən Allah'a sevirdim, sizə boyun əymədim. Bu sevməkdən qalxıbdır. Mən aşıq idim ona. Və bu 300-ə yaxın beytidir ki, mən o cür hifzidən oxuyub, onlara şərh eləmişəm. Siz oradan nə edə bilərsiniz? Ora baxarsınız ki, görərsiniz ki, şeytan Allah'ın öz istədiyidir. Özü o aləmin planında onu yerləşdiribdir ki, o gərək olsun və bu aləmin bir bəxşidir. Amma Batı dünyasında və Qərb dünyasında Fransız Beykəndən bu tərəfə bir para filsuflar gəldilər. Onların nəzərləri bu idi ki, məsələn, da Allah bu aləmin idarəsində qadir deyil. Biz bu tarixdən onun ölməsinə fitva veririk, yavaş-yavaş yəni. Məsələn, Newton dedi ki, the God is entire, bu bazınşəst oldu da əlindən bir iş gəlmir. Fransız Beykən o cəzirədə yığdı onlara, dedi ki, biz bunu öldürməliyik. Ta bəşərin əlini bu aləmdə açıq qoyaq və şeytanı gətirək iş üstünə. Onun qüdrəti ondan çox-çox yuxarıdır. Siz görürsünüz, Nietzsche məsələn gəldi dedi ki, Allah ölübdür. O Çeningov Zərtoş kitabında. Və Keplerin asarında, məsələn Kepler o kitabı çapar o Fransa şahının yanına, deyir ki, burada Allah niyə yoxdur deyir, mən görmədim da elə kitab yazmışam ki, onun içində onun huzuru yoxdur.
Ona görə o milli fəlsəfə və milli məsihiyyətin birləşməsi qərb dünyasında, dərin akıllarda o şeytani düşüncəni üzə çəkməkdə, در واقع o rəhmani düşüncəni endirməkdə bir dənə böyük aləmdə onlar rol oynayırlar. Xüsusən Şərq dünyasına və İslam aləminə ki, sömürcəli ilə, istemarla və istismarla gəlib və bütün bizim varlığımızı bizim əlimizdən almaqla o şeytanı bunlar gücə və o təxtə çatdırmağa neynirlər? Çalışırlar. Hamısı düşüncə rəhmanı daşıyır, İslam daşıyır. Yəni təkcə bunların üzbəyüzdə olan düşüncə ki vardır, rəhmani və vəhdaniyyət düşüncəsini daşıyır, İslamdır və bunlar İslama bu gözünlə baxırlar. İslamı da kimlər daşıya bilir və gerçək və sadiq daşıyan nə olubdur? Onlar da türklərdirlər. Tarix boyu onlar onu daşıyıblar və aparıblar qabağa. Bir əlində qılınc, bir əlində Qur'an, Avropaya kim gediblər, neyiblər? Fəth ediblər. Xub, axırın konu ki danışmaq olar bir iki dəqiqədə, bu evolutiondir, təkamüldür. Belə gəlir ki, bu 4-cü, 5-ci ayədə də Darwinin düşüncələrində bir tədadları çalışırlar ki, elmi gəlsinlər, bu Qur'anın qabağında əyləşdirsinlər. Və desinlər ki, bəli, indi ki Darwin gəlibdir, evolution və təkamülü tərh edibdir, elmi nəzəriyyədir və bu qəbul olunur, Qur'an buna boyun əymir, ona görə Qur'anla bu nəzəriyyənin bir nəmənədir, tənaqüzü vardır. Əzizlər, mən istəyirəm deyəm, belə bir şey yoxdur. Ən birincisi budur ki, demək olar ki, Qərb dünyası çox şeyləri bizdən alıbdır ki, biz o elmin metodoloji bəhslərində bunlara işarə edirik. Məsələn, bir elə Darwinismidir. Darwinism birunismdən alınıbdır. Yəni, bütün bu təkamül ənva ki tərhidir, bunu biruni öz kitablarında gətirib, bunlar aparıblar, Avropada oğurluq eləyiblər, hər nə mənəsən. O ki, deyirəm, oğurluq eləyiblər, təəccüb eləmir. Çünki Avropanın özlərində kitab yazıblar, Sirqət-i elm təvəssüd Avropaya. Yəni, bunlar özləri öz oğurluqlarını çıxaldırlar eşyalar. Bəzilən bizə deyirsiniz, bunlar niyə bir cür deyirsiniz? Özləri bir cür yazırlar. Ona görə Darwinism həman birunismidir ki, biruninin əndişəsindən alınır, apar orada, onlar neynirlər? Pərvəriş verirlər və bunu neynirlər? Yekəldirlər. Biz deməliyik ki, elmidən iki baxış var. Bir elm bir mənayı knowledge-dir, bir elm bir mənayı science-dir. Knowledge bir mənayı mütləq ağahir. Qur'an elmi kitabdır, knowledge mənasında. Qur'an elmi kitab deyil, science mənasında. Yəni, science təcrübə və elmi təcrübə, knowledge bir mənayı mütləq. Pəs Qur'an elmi kitabdır, knowledge mənasında, bizə mərifət verir. Qur'an elmi kitab deyil, science mənasında. Kimsə ulum-u təcrübini gətirə, Qur'anla tutuşdura, ola bilməz. Çünki Qur'an əslən bu iddiası yoxdur. Qur'an deyir, mənim metodum, mən o aracılar ki ondan yararlanıram, bəhrə aparıram, o dairəsində, o sahədə dəyərəm. Bizim tutarlığımız yoxdur, oxşarlığımız yoxdur, sən gətirsən, oxşadırsan. Mən o sahədə hərəkət eləmirəm, Qur'anın sözü odur. Pəs demək olar ki, onu tutuşturmağa, yəni təcrübə elminə biz Qur'anın tutuşturmağa bizim haqqımız yoxdur. Son bunun metodları bir-birləri ilə fərqlidir. İkinci, yəni istəyirəm deyəm ki, elmin dili ilə Qur'anın dili fərqlidir. Elm science mənasında. Bəd gəlir nə mənədir? Məsələn, bunlar işarə ilə deyil, yavm kələməsi gəlib, Qur'an deyir, 6 gündə, 12 saatda filanda biz bunu yaratdıq, yavm deyilə 24 saatda da. Axı, bu xilqət aləm hamısı tədrici olubdur, bir-birlə neçə milyon il gəlib təkmilləşibdir. Bu yavm nəcür olacaq? Mən onu oradan çıxartmışam ki, bəli, Qur'anın özündə işarə eləyir ki, bu yevmi ki siz deyirsiniz, fərqlidir. Sizin yevminiz də ki, ennə yevmən ində rəbbikə ki, əlfə sənətin mimma təud. Bu yevmi ki bizim nəzərimizdədir, 1000 ilə oxşar bir yevmudur. Bizim nəzərimizdə olan yevm 1000 ildən 1000 ilə tay bir şeydir. Pəs sizin yevminizdən bu fərqlidir. İkinci məsələ ki vardı etimolojik baxımından, ərəblər xəlq kələməsini
little by little yaradıcılığına işarə eləyirlər. Yəni tədricən. Hər yaradıcılıq ki tədriclə olur, qamas-qamas olur, ona xəlq işlədirlər. Pəs Quran hər yerdəki bir dənə xəlq kəlməsini işlədir və mənayı dəfətən yaratmaq deyil. Və mənayı budur ki, tədricən, kərpiş-kərpiş qoyulur bunun üstünə, little by little ilə bu neydi? Yaradılış ittifaq düşübdür. گفتین همه گفتین لیکن در بسیج بی عنایات خدا هیچیم و هیچ. Sağ olasın. Hədə tədricən də. Step by step yəni qədəm be qədəm. Qədəm be qədəm. Little by little yəni kəm-kəm. Be tədric. Çok sağ olasınız. Teşekkür ederim. Güzel. Dostlardan biz Abbas ağabeyden zəhmət vermişdik. Tamamen nəzr edelim. Tanımadığım icələsən 5 ayəsinə və təri düzdür. Xanım şəhərində cəmdə elə verəyəm ki, usullenmişdir.